Hər nə qədər çətin görünsə də, kənddə yaşamaq artıq mənim üçün bir dəyərə çevrilib. Hər səhər hələ heç özüm yeməyimi yeməmiş, toyuqlarımın qayğısına qalmaq, onların yemini, suyunu qoymaqdan o qədər həzz alıram ki, səhərin ilk işıqları ilə oyanmıram, düzdür. Həyətə düşməyim hardasa saat 8-i görür. Amma olsun, mən kənddə yaşadığım üçün 6-da oyanmalıyam, həyətin bütün işlərini görməliyəm, hər yeri çiçək kimi etməliyəm deyə yüklənmirəm özümə. Çünki bunlar heç zaman görmədiyim işlərdir və məncə insanlara kənd həyatı o qədər əziyyətli göstərilib ki, ona görə qaçır çox insan. Düzdür, bu inəyiniz, qoyununuz varsa dəyişəcək təbii ki də. Bu arada 3 gün əvvəl yeni 10 ədəd toyuq almışıq. Günə 3-4 yumurta götürürəm. Normaldır sizcə? Digər çolpalarım da yumurtladıqdan sonra sifarişlərinizi götürəcəm mütləq. O qədər yumurta istəyən olur ki, bir də insan bilmir kimə güvənsin. Mənimkilər də hər gün necə şəraitdə olduğunu görürsünüz. Ürəyiniz rahat olsun. Qarabağdan hamınıza salamlar. Günün geri qalanını ikinci hissədə paylaşacağım.